Ümumiyyətlə başdan Başla. başlayacağım. Çünki keçən dərsdən sonra heç dərs eləyə bilmədik. Ona görə uşaq psixologiyası, uşaq valideyn arasındakı əsas mövzuna başlayacağım. Ən başdan. Ən başdan. E, və adətən başdan başlayanda uşaqların körpəliyindən danışırlar. Amma mən sizə bugün anaların analığa olan addımından başlayacağım. Çünki mənə görə hər uşağın həyatı, hər uşağın həyatı ananın qucağında, necə bir ananın qucağına düşdüyündən ibarətdir, elə başlayır. Dolayısıyla analığa olan addım. Biz analığı hardan öyrənirik? Biz necə analıq eləyirik? Bunlar çox önəmli məqamlardır və bu məqamları da ümumiyyətlə analığı kimdən öyrənirik? Necə başlayır? Hardan başlayır? O ilə başlayacağım inşallah. Deməli, hər qadın, ümumiyyətlə qız uşağının fitrətində anaçılıq var. Qızlar qeyri-ixtiyari kuklalara yönəlirlər, qeyri-ixtiyari körpə görəndə balacalıqdan onu sevməyə başlayırlar. Amma biz necə sevirik ümumiyyətlə? Və sevgini biz hardan öyrənirik? Ümumiyyətlə biz evladlarımızı doğru sevə bilirikmi? Hər bir qadın, xüsusən birinci hamiləlikdə hardan başlayır? Öz anasının ona olan hamiləliyi şuur altından çıxır bayıra. Çox-çox önəmli və çox-çox muazzam bir məqamdır bu. Bilmirəm, keçən dəfə sizə danışmışdım ya yox, yenə təkrarlayacağım. Deməli, mənim bir 18-19 yaşında bir oğlan gəlir yanıma. Qorxulu yuxulardan danışır. Və bunun yuxusunu soruşuram ki, nə yuxu görürsən də? Çünki bilirsiniz ki, psixologiyada yuxular önəmlidir. İlham xanım, kameram bağlı, hicabsızsan. Çünki bunu sonra link atacağım. Baxmayın da bəlkə görən olar Bildim inşallah. Sevda Hanım. Yok qəfil oldu. Üzüm Can, indi can. yüklədim unuttum. Üzün görsənmədi, Okuma narahat koçu olma. yazar. Okuma koçu. Can, Okuma can. koçu. Deməli, uşaq gəlir, 19-18 yaşı var idi o vaxtı. Deyirəm, nə yuxu görürsən? Deyir, mən qorxuram ki, anam bir gün öləcək. Deyirəm, axı yuxunun nədir? Və yuxu belə bir yuxu görür uşaq. Yuxuda daim anasını yerə yıxılan və çənəsi belə fırlanıb alt tərəfdən belə deyir, elə bir ki, dərini açırlar. Belə sümüyü görsənir, nə bilim, əti belə aralanır falan, belə qorxulu bir, ananı qorxulu bir vəziyyətdə görür. Və biz bu yuxunun üstlərində işləyirik. Bir gün anası ilə, indi məni yəqin bilənlər bilir, evladlarla ayrı danışıramsa, mütləq ana ilə də danışıram. Ananı çağırdım, anadan soruşdum ki, bəs sizə danışıb öz yuxusundan? Uşağın adı da Əlidir. Deyir, yox, valla danışmayıb. Qadına yuxunu danışanda qadın başlayır ağlamağa, hüngür-hüngür. Deyirəm, nə oldu, nə baş verdi? Sən demə. Bu qadın hamiləlikdə həyat yoldaşı tərəfindən çox ciddi şəkildə şiddətə məruz qalıb və döyüldüyü zaman bilirsiz nə baş verib? Qadın yerə yıxılır. Elə bir ki, kişi onu itələyir yerə, çənəsindən vurur, çənəsi belə aralanır. Yəni təsəvvür eləyin, uşaq o baş verəndə də ana oğlanı hamilə idi. Baxın, uşaq hamiləlik yadındadır. Ananın hamiləliyi. Və gəlir çatır 18 yaşına, burada da beyində belə bir proses var ki, 18-19 yaşında beyin inkişafı, yeniyetmələrin beyin inkişafı tamamlanır. İndi bəzilərində tamamlanır. Adam var 30-una qədər çəkir. Beyin inkişafı bəzilərində tamamlanır. Bu tam tamamlandığı zaman şuuraltı tamamən tökülüb, başlayır tökülməyə bayıra. Ümumiyyətlə, insan evladının belə bir, necə deyim, belə bir dövrləri var. 18, 19, 20 yaş, 30, 35 yaş və 40 yaş. Bu yaşlar çox önəmlidir də.
Yəni elə bil ki, hər 5 ildən bir beyin özünü, hətta 25 yaşı da qata bilərik. Hər 5 ildən bir beyin özünü bir şəkildə sirkəlir ki, ay bala, mənə bir yiyə dur da, mənə kömək elə. Yəni nəsə bir də bizdə bir proses var. İndi mən niyə hamiləlik dedim? İndi təsəvvür edin ki, qadınlar, bu hələ oğlan uşağıdır. Təsəvvür edin ki, e, qadın isə hamilə olanda öz birinci evladına ananın bətnində nələr yaşayıb, nə qorxular yaşayıb, nə çətinliklər yaşayıbsa, hamısı tökülür bayıra. Hamısını yadına salır. Məhəmməd, qışqırma. Təsəvvür edin ki, hər şey yadına salır. Və mən qadınlar tanıyıram ki, hamilə vaxtı heç nə yoxdur ya, heç bir problem yoxdur, aqressivdir. Vursun, dağıtsın, nə bilim, belə qəribə hisslər yaşayır. Sən demə, onun anası da ona hamilə vaxtında çətin dövrdən keçib. Ona görə də bu çətin dövründə həm şey olub, necə deyirlər, o çətin dövründə uşaqda yaddaşda qalıb öz hamiləliyində onları göstərir. Bir dəqiqə. Çox üzr istəyirəm. Məhəmməd sağ olsun. Mən o bir şey Məhəmməd sağ olsun. Məndə mənlə o qədər seanslara qatılır ki, fikir bildirir. Hə. Deməli, indi baxın. Bunu mən sizə niyə danışıram? Biz ana olmağı ana bətnindən, anamızın ana bətnindən öyrənirik. Və təzəlikcə belə bir mövzu, belə bir sual var idi. Sizdən hətta biz qrupda bunu biraz müzakirə elədik. Namazı öyrətmə şəklimiz, uşaqlarımızın namazı öyrənmə və s. Yəni biz bunları hardan öyrənirik? Məsəl üçün namazı öyrənməyimiz, namazı necə öyrədirik evladlarımıza? Biz nəyi baz götürürük namazı öyrətdiyimiz zaman və yaxud dini öyrətdiyimiz zaman, xüsusən bu dövrdə ki, dini məlumatlar baş alıb gedirdi. Hər ağızdan bir avaz gəlir. Biz uşaqlarımıza əslində hardasa özümüz öyrəndiyimiz yoldan gedirik. Misal üçün, bir çox valideyn, bəlkə də sizin hər birinizdə bu var, hər biriniz mənimlə yəqin ki, razılaşarsınız, hansı birimiz uşaqlarla doya-doya belə uzun-uzun oynamağı bacarırıq? Ben de bir sual verirəm sizə. Uşaqlarla oynamağı bacarırsınız, oturub belə dəmdəstgah qurasınız, oyun oynayasınız. Eləyə bilirsiniz. Səssizlik razılaşmağınız. Xeyr. Elvin axam cəsarətli çıxdı. Həqiqətən, hansı birimiz uşaqlarla oynaya bilirik? İndi gəlin baxaq da bizi ilə kim aysa səbrimiz tükəndir eynən. Yəni niyə? Çünki bizi ilə də oynayan oynamayı baxır. Biz oyunları içimizdə tükətmişik. Çünki tək oynayırdı. Bizim vaxtımızda analar bizimlə oturub söhbət edib oynaya bilmirdi. Amma misal üçün mənim bibim yay vaxtlarda bizi uşaqları yığardı başına. Bizi nə səhnəciklər düzəldərdi. Nə bilim paltar düzəldirdi əynimizə. Mahnı qoşurdu, o mahnını əzbərlətdirirdi. Hər birimizin ad gününə çox kreativ ideyaları var idi və çox kreativ səhnəciklər qura bilirdi. İllər sonra mən fikir verdim ki, oyunlara mənim də hövsələm çatmır, amma səhnəcik qurmağı çox sevirəm. Uşaqlarla səhnə qurmağı, teatr qurmağı, nə bilim, hekayə uydurmağı dəhşətli dərəcədə sevirəm. Yəni mən burada rahatlıqla, amma çox təəssüf ki, körpələrlə bunu eləmək olmur, amma biraz uşaq böyüyəndən sonra o səhnəcikləri hətta kursumda özüm qurmuşdum, mahnı belə yazmışdım.
Videoları da var, arada paylaşaram sizinlə. Yəni onu niyə eləyirdim? Çünki mən onu bibimdən görmüşəm. Mən onu bibimdən görmüşəm və biz bunu sevə-sevə eləyirdik həqiqətən. Dolayısıyla biz uşaqlıqda, amma mənim bir rəfiqəm var idi, sonradan o da psixoloq oldu. Eee, Sinif yoldaşım. O bir dəfə, bəli, buyurun, buyurun Elvin xanım, buyurun. Sevdə xanım, Mesajınız var. siz danışın, fikrinizi çatdırın. Mən sonra elə bununla bağlı bir şey demək istəyirəm. Hə, tamam. Deməli, o qız da, xanım da psixoloq oldu sonra. Deməli, o qız idmana gedirdi və onun nənəsi ilə böyük, anası işdə olur. Nənəsi ona baxır və nənəsi ona bir dəfə dərs eləmədiyi üçün, məhz götür oyun oynadığı üçün bir gün nə baş verir? Nənəsi onu oxluqla döyürdü ki, bəs də oyun oynadın, dərsi kim eləyəcək? Özü 7-8, 6-7 yaşında deyil. Sinifdə də boyu hamıdan balaca idi. Nənəsi ona oxluqla döyürdü ki, bəsündir. O oyun oynamazlar, yekə qızsan, sən get dərs elə. Dolayısıyla və bir gün o böyüyəndən sonra öz uşaqları ilə oturub oynama, indi psixoloq olub oynaya bilmir. Hövsələsi daralır, pis hiss eləyir. Hətta bədənimdəki o ağrını hiss eləyir. Amma yadından çıxdı nəyə görə. Terapiyaya gedə-gedə bu aşkar eləyir ki, məyər həmişə döyülübmüş. Ona görə bədənində belə ağrı hiss eləyir. Yəni biz uşaqlıqda nəyi yaşayırıqsa, əslində evladlarımıza da onu yaşadırıq. Bir ixtiyar. Yəni bunu bilərək eləmirik. Sadəcə bunu həqiqətən anlayıb bilmək lazımdır. Elvina xanım, buyurun, nəyə gətirirəm? Ona görə də bəzən uşaqların verdiyi reaksiyalar olur. Misal üçün, hansısa dediklərimizə. Misal üçün, mən həddindən artıq indi böyük qızlarımla, indi oğlanlarımla arasında yaş fərqi çoxdur, bir xeyli onlarla. Ona görə fikir verirəm qızlarımın hərəkətlərinə, fikir verirəm oğlanlarımın hərəkətlərinə. Oğlanların hərəkətləri mənim 35 yaşındakı sonraki Sevdanın hərəkətləridir. Qızların hərəkətləri isə o kiçik yaşdakı Sevdanın hərəkətləridir həqiqətən. Niyə? Çünki onlar həyatı mənim o dövrümdən öyrəniblər. Oğlanlarım bu yaşımdan öyrəniblər və məsəl üçün böyük oğluma 9 yaşı olacaq sentyabrda inşallah. Fikir verirəm ki, hər şey uzun-uzadı izah edir. O da nədən qaynaqlanır? Çünki hər şeyi mən ona o qədər uzun izah edirəm ki, o və onun sözünü kəsəndə əsəbləşir. Deyir, dayan, imkan ver, izah edeyim. Duyğuları bir yandan yaxşı şeydir. Bəzən mən söhbəti tez tuturam. Bəzən yorğun oluram. Deyirəm, hə, sən başa düşdüm. Deyir, yox. Mənə imkan verəcəksən sözümü axıra qədər deyəcəm. Yəni biz evladlarımıza əslində hər şeyi ötürürük. Dolayısıyla bəzən xüsusən bəzi əməllər var ki, dərs oxumaq kimi, namaz qılmaq kimi, kitab oxumaq kimi. Bu cür əməllərdə isə bizim tutarlı olmağımız, bizim onların üstündə, başlarının üstündə durmağımız, onlara təkid eləyib, amma məcbur etməməyimiz çox önəmlidir. İndi burada bir məqam deyəcəm ki, psixoloqlar çox danışır ki, belə səbirli olun, falan peşməkan. Mən sizə deməyəcəm səbirli olun, yalan deyirəm. Niyə? Çünki özümün də bəzən səbri tükənir, həqiqətən tükənir. İndiki uşaqlar həm ağıllıdır, həm də dilli dilavərdirlər, sağ olsunlar. Adamı bəzən həqiqətən sözün əsl mənasında bu çərrədə bilirlər də, yəni. Gəlin açıq danışaq. Yəni bəzən insan həqiqətən çox yorulur və onda nə edirik? Mən şəxsən bəzən bir də görürəm ki, aha, mənə təb gəlir, özümdən çıxa bilərəm. Onda uşağı özümdən uzaqlaşdırıram. Özüm də ondan uzaqlaşıram. Çünki başa düşürəm ki, mənim indi o ilə danışmağımın heç bir mənası olmayacaq. Bir müddət nəfəs alıram, biraz sakitləşəndən sonra onu çağırıram və yenidən sıfırdan başlayıram izah eləməyə. Sual cavab eləyirəm və nə zaman ki mən o ilə sakit danışaraq, izah eləyərək nəyisə, misal üçün, indi yavaş-yavaş namaz qılırıq, indi xüsusən tətildir, çalışıram namazları mütləq qılsın. Təbii ki, indi uşaqdır, namaz qılmağı başa düşmədiyi üçün ondan sıxılır.
və dönə-dönə izah edirəm, dönə-dönə söhbət edirəm, hekayələr danışıram ki, bəzən özüm də bezirəm. Yəni məni çox istədiyi üçün təbii ki, namazdan bəzən qaçmaq istəsə də görürəm ki, qayıdır. Və bu əslində bilirəm ki, müsbət haldır. Təbii ki, o etiraz eləyəcək, mən ona dartıb gətirəcəm, o etiraz eləyəcək, dartıb gətirəcəm, belə-belə öyrəşəcək. Çünki başqa cür mümkün deyil. Onun yaşı etibarilə mənə etiraz etməlidir. O şəxsiyyətinin arxasında dayanmalıdır. Çünki o böyüyən bir şəxsiyyətdir və biz bir valideyn olaraq bunu başa düşməliyik və bundan qorxmayın. Yeniyetmələrin, erkən yeniyetmələrin etirazlarından qorxmayın. Onlara etiraz etməyə imkan verin. Deyir, əgər evladın sənin yanında bütün duyğularını açıq-açıq danışa bilirsən, onda sən yaxşı valideynsən. Deməli, səndən özünü gizlətmir. Deməli, o sənə qarşı tamamən açıqdır. Deməli, o uşaqdan qorxmayın ki, o sizin yanınızda qışqıra bilir. O uşaqdan qorxmayın ki, o sizin yanınızda duyğularını açıq-açıq ifadə edə bilir. Narahat olmayın. Deməli, o sizdən özünü gizlətmir. Vay o gündən ki, uşaq sizin qabağınızda başlasın oyun oynamağa. Vay o gündən ki, uşaq sizin qabağınızda özü kimi davranmasın. Vay o gündən ki, uşaq ananın yanında oyun oynasın. Yetişkin kimi özünü aparsın. Səbirli kimi özünü aparsın. O uşaq 25 yaşında psixologlarından, o psixiatrlara gedəcək artıq. Çünki ana hegemondur deməli. Bir də bilirsiniz, bəzi analar sakit hegemondular, döymürlər, söymürlər, amma o qədər hegemondular ki, özlərindən. Uşaq baxır ki, uşaq konkret siyasətçi olur o qadının, o ananın yanında. Bəli, Elvin xanım, elə ora gəlirəm. Bilirsiniz necədir? Çox təəssüf ki, uşaqlar etiraz eləyəndə, uşaqlar bizim yanımızda qışqıranda biz onları hörmətsiz deyə dambalayırıq. Amma belə bir şey var da. Deməli, baxın, uşaq bizə güvənməsə, heç öz duyğularını açığa çıxardarmı? Deməli, bizə güvənir ki, qışqırır bizim yanımızda. Axı, hər bir insan öz evində bütün qandallarını açır, maskalarını çıxardır, düzdür? Biz də beləyik. Başqalarının yazında özümüzü toparlayırıq, özümüzü mədəni aparırıq, çünki ayıbdır. Amma evə gələndə istər-istəməz bütün maskalar düşür. Niyə? Çünki sən evində daha rahatsın. Bir dəfə yadımdadır, bir xanım ailəcə işləyirdi. Yoldaşı, xanım rus dilli idi. Yoldaşı da onu məcbur edirdi ki, evdə Azərbaycan dilində danış. Hətta deyir ki, evdə Azərbaycan dilində danışmasan, sənin haqqımı halal eləməyəcəm. Neysə, xanım bir gün, xanım da rus dilidir də, rus dilində düşünür. Yəni bunu öldür, bu 40-a yaxında yaşı var. Deyir, başım, mən 40 ildir rus dilində düşünürəm. Mən niyə özümə mənə çətindir də o. Və bir dəfə belə dedik, bir dənə söz işlətdi. Dedi, mən evimdə və kişi də, daha doğrusu kişi ona dedi ki, mən sənə halal eləmirəm. Mütləq şəkildə sən Azərbaycan dilində danışacaqsan evdə. Və qadın bir söz dedi. O söz mənə elə həkk olmuşdu ki, qadın qayıtdı dedi ki, mən öz evimdə də rahat ola bilməyəcəyimsə, onda bu yaşadığım yerə mən necə yurdum, evim deyə bilərəm. Və mən öz evimdə rahat ola bilməyəcəyimsə, mən evladlarıma və həyat yoldaşıma qarşı necə yaxşı qulluq eləyə bilərəm ki? Axı, mən burada rahat deyiləm. Bax, insan öz evində özünü rahat hiss eləmək istəyir. İnsan öz evində, bax, gələn kimi evə neyinirik? Rahat paltarlarımızı giyinirik, saçımızı rahatlayırıq ki, insan evində rahat hiss eləmək istəyir. Amma təsəvvür edin ki, həmən o uşaq daim bir
baskı altında hiss edir. Çünki mama əsəbidir, mama gərgindir. Nə öyrənəcək o? O gərgin olmağı öyrənəcək. O qəzəbli olmağı öyrənəcək. Qəzəbini qusmağı göstərməyi öyrənəcək, amma sakit olmağı öyrənməyəcək. Və bizdə gözəl insanlar indi nəyi gətirirəm? İndi deyəcəksiniz ki, bunun yaxşı çarəsi nədir? Baxın, biz analığı X nəslindən öyrənmişik. X nəsli 1980-lərə qədər olan nəsildən söhbət gedir. Və bu X nəsli çox qəddar valideynlər tərəfindən böyüdülüb. Başqalarının düşüncələrini önəmsəyən bir nəsil tərəfindən böyüdülüb. Sevgi görməyib bu yetim, bu nəsil, X nəsil. Bunlar ancaq avtoritetlik görüb, ancaq yəni necə deyim? Yəni onlar ancaq onların valideyni onlara avtoritet olub da. Yəni onlar üçün valideyn sadəcə hörmət elə, kəs təsviri və itaət elə. İtaət, yəni elə bir ki, padşahlıqda böyüyüblər də bunlar. Dolayısıyla onlar bizə nə verib? Onlar bizə minimal sevgi verib. Və biz minimal sevgi ilə hələ yenə də düşünən bir nəsilə çevrilmişik. Bizim nəslinin, Y nəslinin mən 1980-dən sonrakilərdən danışıram. Y nəslinin 1980-1995 arası. Bu nəsildə, bu nəsil nəyi artısı əksiyi nədir? 1980-lərdən sonra isə ki, sonraki nəsil. Onlar isə həyətdə böyüyüblər. Valideyn arada qalıb və həyətdə sosial çevrəmiz çox güclü olub bizim. Dolayısıyla bizim sosial çevrəmiz qonşuluqdur, qohum-əqrəbəlikdir, o qədər küy içində böyümüşük ki, bizə valideynlərimiz həm müdaxilə elədiyi təqdirdə də başqaları da çox müsbət və mənfi necə deyirlər, bizə şey eləyiblər, təsir eləyiblər. Dolayısıyla ona görə biz tamamən valideynlərimizin evlatları deyilik. Ona görə valideynlərimizə oxşamırıq. 1995-dən sonraki nəsil isə onlar qayğıkeş, amma bir avtoritetər belə aləm qatmışıq biz bir-birinə onları böyütmək üçün. Və 1995, 2000, 2010, 1995, 2000, 2005, 2010, hə. 1995-2010 arası Z nəsli isə onlar vəbsə arada qalıb bədbəxtlər. Çünki onlar həm çox qudurdular onları. Bir yandan da bizə elə bir ki, yarış atı kimi hiss edirlər özlərini. Çünki gah deyiblər oxuyun, gah deyiblər hamıdan yaxşı ol, filan, beşmək kimi. Yəni çox qarışıq. Onlar da bir cür qarışıq nəsildir. Və 2010-dan sonrası alfa idi. 2025-ə qədər. Onlar da elə bir ki, bu il alfa kuşağı artıq bitdi və alfa kuşağı da indi görək onlardan nə çıxacaq. Amma onlar sözünü deyən nəsildir. Onlar müdaxilə eləməyə icazə vermirlər. Çox qəribə nəsildirlər onlar. Nəyə gətirirəm? Baxın, ona görə bizim valideynlərimizi biz artıq tənqid eləyə bilmərik. Mən şəxsən onları heç vaxt tənqid eləmirəm. Niyə? Çünki çox zəif nəsildir onlar. Həqiqətən zəif. Onların oxumuşları da zəifdir. Nəyini tənqid eləyəsən ki? Sevgi görməyib də bu adam. Bu adamın dili tənqiddir, bu adamın dili hardasa təhqirdir. Hətta təhqiri belə qurban olum yaxşı şey kimi başa düşürlər. İnanın. Onlar evlatlarına tənqid eləyir, təhqir eləyir, amma soruşsun deyər ki, yaxşılığına danışıram. Belə lazımdır. Ona görə biz
bir şəkildə gərək özümüzü artıq toparlayıb dəyişək ki, evladlarımızı da geç olmadan dəyişdirə bilək. Çünki bir ana, valideyn, sadəcə ananın üstünə yükü qoymayaq, atanın da çox böyük rolu var ki, onu atalar üçün xüsusi bir dərs ayırmışam. Onu da deyim. Onu kişilərimizə izlətərsiniz. Kimin ki evdə həyat yoldaşı sağdır ya da var. Olmayanda sonra saxlasın videonu, böyüyəndə oğlanlarına izlətər. Valideyn özünü düzgün bir yola qoymadığı müddətcə uşaq başı qarışıq qalır. Burada iki nüans var. Ya uşağı başboş buraxacaqsan, qoy özü böyüsün. Sən də qarışma. Çünki sən biz dəyişməsək, belə deyim, biz dəyişməsək, biz evladlarımızı doğru istiqamətləndirməyəcəyik. Biz evladlarımıza zərər verəcəyik. Dolayısıyla ya gərək o uşağı başıboş buraxaq, heç olmasa bizim zərərimiz ona dəyməsin. Yıxılı-yıxılı özü tapsın həqiqəti. Ya da ki, bizi də bir növ belə eləyirlər. Bizə valideynlərimiz çox yerdə də çatdırmayıb özünü. Məsəl üçün, xanımlardan soruşun, hansı birimizə valideynlərimiz ev tapşırığında kömək eləyirdi? Hansı birimizin valideyninin xəbəri vardı ki, bizdə məktəbdə nə baş verir? Bəlkə də çoxumuzda mamanın vaxtı yox idi. Amma mamaların, yetimlərin, o dövrün mamaların, yetimlərin vaxtı hardan idi bizimlə oturub dərs eləsin? Ona görə biz hardasa başıboş buraxılmışıq. Və hardasa yaxşı ki, başıboş buraxılmışıq, yıxıla-yıxıla öyrənmişik. Amma bir o qədər də səhvlər eləmişik, təbii ki. Ya belə eləməliyik, yəni bizim valideynlərimiz biz necə böyüdüb, biz də biraz başıboş buraxmalıyıq. Ged özünü öyrən, balı, gəl, həqiqəti, nəyi tapırsan tap. Ya da özümüzü şərtli bir şəkildə özümüzü dəyişdiririk ki, evladımıza zərərimiz dəyməz. Yəni, qurban sizə belə bir məsələ var. Ana hər şeyin başıdır. Başda da dediyim kimi, həqiqətən bir insanın həyatı necə bir ananın qucağına düşdüyülə başlayır. Və ana özünü müdafiə eləyə bilməsə, ana özünü dəyişdirməyə, necə deyərlər, qadir olmasa, ana özünü ana öz üzərində işləyə bilməsə, çox təəssüflər olsun ki, evladına da çox bir şey verə bilməyəcək. Və burada bəlkə də ananın ən yaxşı eləyə biləcəyi bir şey o olar ki, evladını biraz boş buraxsın ki, evlad özü öz həqiqətini tapsın. Ya da ana öz üzərində işləyəcək, evladın gözünün qabağında dəyişməyə başlayacaq ki, bax, niyə deyirəm gözünün qabağında? Anadakı olan dəyişimin evlad fərqində olmalıdır. Uzaqdan da olsa baxmalıdır ki, hə, mamada bəzi dəyişikliklər var. Deməli, insan dəyişə bilərmiş. Ki, uşaq dəyişmə inansın. Uşaq dəyişmə güvənsin. Ona görə çox şey valideyndən asılıdır. Bunu da qeyd edeyim ki, bu dərsdə tərbiyə 14 yaşında bitir. Biz 14 yaşına qədər evladımızı tərbiyəyə nə verdiyi odur. Amma dəyişim prosesi ömür boyu davam elədiyi üçün zehinlərinə ananın təsiri ömür boyu davam edir. Baxın, tərbiyə bitə bilər. Amma təsirimiz qüvvədədir. Yəni, 14 yaşından böyük uşağım var. Mən ona artıq tərbiyəm bitdi deyib kitabında bağlamaq olmaz. O uşağın hələ də o uşağın üstündə anaların təsiri var. Özümüz görürük ya. Məsəl üçün, neçə dənə ailələrdə görürük ki, ailələr çox vaxt dağılır. Niyə? Çünki nə bilim, kişilər gedir öz analarına qulaq asır, arvadlar gedir öz analarına qulaq asır. Yəni, tərbiyə prosesi bitib, amma görürsünüz, anaların təsiri hələ də davam edir. Yəni, yaşın o barədə fərqi yoxdur. Ana öz evladına neçə yaşında olursa olsun təsir etməyə davam edir. Dolayısıyla, ay mənim uşağım artıq 15 yaşındadır və mən artıq ona heç nə yardım eləyə bilməyəcəm, söhbəti yoxdur. Hər yaşda,
hər vəziyyətdə ana anadır, təsir gücünə malikdir. Ona görə özünüzdən bərk yapışın. Analar gərək özlərindən bərk yapışsın ki, öz üzərində çalışsın. İndi deyəcəksiniz ki, vaxtımız yoxdur. Bəli, qadın onsuz da çox yorulur. Qadın onsuz da həm ev, işləyən qadındırsa vəbşə, yəni Allah yardımcımız olsun. Həqiqətən həm işləyib, həm ana olmaq, həm qadın olmaq evin içində, həm evin bayırında çox çətindir. Asan bir şey deyil, amma imkansız da deyil. Hər şey doğru nizam intizamla quraraq hər şeyi eləmək mümkündür. Və bilirsiniz necədir? İndi qrupumuzda bəzi xanımlar var ki, namaz qılmır. Amma bir gerçək var ki, bilirsiniz, o yaradana yaslanmaq məsələsi var. Allah, həqiqətən nə yaxşı ki, insan bəzən fikirləşir ki, mən Allahı bilməsəydim, mənim günüm nə olardı? Peyğəmbər əleyhissalam təvəkkül barəsində, təvəkkül bilirsiniz də, yəni Allaha güvənmək barəsində belə bir hədisi var, onu da təzəlicə oxumuşum. İlahi, o hədis məni sirkələdi də, ümidvaram ki, sizə də təsir edir. Deyir ki, bax, qısa deyir, dəvəni bağla, Allaha bırax. Dəvəni bağla, Allaha bırax. Yəni sən öz öhdəvə nə düşürsə onu elə, nəticəni bırax Allah. Ləzzətli həyatdır. Əsl ləzzət buradadır, inandırım sizi ki, yəni çox ləzzətlidir də bunu bilmək ki, ay Allah, mən elədim, naqisəm də, mən onsuz da yəni nə qədər gözəl, nə qədər super eləyə bilərəm. Mən eləyirəm, amma mən nəticəni səndən gözləyirəm. Möhtəşəm bir şeydir. Həqiqətən möhtəşəm bir şeydir. Və kaş ki biz bunu belə dərindən hiss edə bilsək, dərindən anlaya bilsək. Kaş ki. Tak что, gözəl analar, gözəl xanımlar, gəlin biz də dəvəmizi bağlayaq ki, qaçmasın. Amma nəticəni Allaha bıraxaq və narahat olmayaq. İmkansız deyə bir şey yoxdur. Özünüzü çox tənqid edib qamçılamayın. Nihayətində hər birimiz insanıq, hər birimiz səhv eləyə bilərik. Əsas odur ki, vaxtında səhv eləyə bilək. İndi baxın, bu dərsin sonunda 1 dəqiqə var. Sual cavab olacaqmı? Suallarınız varmı? Əgər suallarınız varsa, biraz söhbət eləmək istəyirsinizsə, yorğun deyilsinizsə, mən bu linki bağlayayım. Tapşırığı o bir linkdə deyərəm. Çünki mənim tapşırığım olacaq. Sual cavab eləyək. Tamam. Heç kəs heç nə demədi, amma vaxt qurtarır. Mən tapşırığı burada çatdırmayacağım. Demək yoxdur. Bir linkdə yaradaram, gələrsiniz.